Sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi yol qəzalarının əsas səbəblərindən biridir. Təqdim olunan video görüntüləri bir daha deməyə əsas verir ki, belə hallar dəfələrlə neçə insanın həyatına son qoyan ağır yol nəqliyyat hadisələri ilə nəticələnib. Dövlət Yol Polisi tərəfindən bu haqda çağırışların edilməsinə, zəruri qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, təəssüf ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, iş və istirahət rejiminə əməl etmədən sükan arxasında əyləşənlər tapılır. Baş Dövlət Yol Polisi İdarəsinin həyata keçirdiyi növbəti tədbir zamanında sürücülərlə bu mövzuda zəruri izahat işləri, maarifləndirici söhbətlər aparılıb. Xüsusilə yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə iş və istirahət rejiminə əməl etməyin vacibliyi xatırladılıb. 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyin əhəmiyyəti izah olunub, zəruri tövsiyələr verilib. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu qəbuldan olan tədbirlər davamlı olaraq təşkil ediləcəkdir. Rəna Rövşən qızı, BTV.